Qadını kişinin gözündən salan səbəblər var. Əgər bir qadın istəyirsə ki, ərinin gözündən düşməsin, 4 məsələyə xüsusilə diqqət yetirəcək. Birincisi, qadının yalan danışması. Bir kişi qadında kəşf eləyərsə ki, yalan danışır, o yalan sayəsində ərinin gözündən düşər. İkincisi, xəyanət. Ərinin icazə vermədiyi hər hansı bir yola addım atması, geyinişindən tutmuş, yazışmasından tutmuş, görüşünə kimi hamısı mütləq ərinin izini altında, məsləhəti və razılığı altında olmalıdır. Üçüncüsü, ər-arvad arasında olan sirləri ifşa eləyən qadın ərinin gözündən düşür. Dördüncü sifət, bu da ən təhlükəli şeylərdəndir. Ərini başqa kişilərlə müqayisə etmək. Yəni hər zaman başqaları bunun ərindən daha əl açıqdır, daha anlayışlıdır, daha